Cəbhənin Qazax rayonu istiqamətində bugün insident baş verib. Rayonun Məzəm kəndinin 3 sakini minaya düşüb. Ətraflı Anesin Qazax bürosundan Vasif Vaqıfoğlu xəbər verir. Cəbhənin Qazax rayonunun Məzəm kəndi istiqamətində neytral zonada 3 dinc sakin minaya düşüb. Verilən məlumata görə, hadisə gecə saat 4 radələrində neytral ərazidə baş verib. Minaya düşənlərdən Əli Qədiroğlu Əliyev hələ də neytral zonada qalıb. Onun taleyi haqda heç bir məlumat olmasa da, minaya düşən Vəzir Vəliyev bel nahiyəsindən aldığı xəsarətlərlə Qazax rayon diaqnostika mərkəzinə gətirilib. Həkimlər xəstənin vəziyyətini normal qiymətləndirirlər. Saat adasa 9:10 satmışdım əvvələ gəldi. Yarası hansı tərəfdəndir? Kürəkdən, Elə biləydi bir nöqtə qədər hiss olunurdu, amma içəridə elə də çıxmamışdı. Üçüncü şəxs Xəqani Məhərrəmova isə heç bir xəsarət dəyməyib. Hazırda Xəqani Məhərrəmov ilə Vəzir Vəliyev rayon prokurorluğunda dindirilir.